Salam, mən dərs evinin riyaziyyat müəllimi Dilbər müəllimi. Bugün sizlərlə 2020-ci ildə buraxılış imtahanına düşmüş trigonometriya mövzusundan olan bu sualın izahına baxacağıq. Demək, sualın şərtində nə deyir? Sinus x, kosinus x hasili kökü bölü 4 olarsa bu tənliyi həll edin. İlk öncə sinus x, kosinus x hasilini görərkən bizim ağlımıza sinus 2x düsturu gəlməlidir. Necədir? 2 vur sinus x, kosinus x bərabərdir sinus 2x. Yəni ki, bu tənliyi tamamlamaq üçün burada 2 əmsalı əksikdir. Ona görə bu tənliyin hər iki tərəfini 2-yə vuracam. 2 vurulsun sinus x, kosinus x bərabərdir 2 vurulsun kök 2 bölü 4. Bax, bu ifadə bizə verəcək sinus 2x-i. 2 ilə də 4 ixtisar getdi, qaldı kök 2 bölü 2. Aha. Demək, sinus x tənliyini necə həll edirik? Yenə qaydanı xatırlayaq. Sinus x bərabərdir a-dırsa, buradan x bərabər olurdu. Mənfi 1 üzərində n art sinus a plus pi n və burada n tam ədəddir. Yəni, sinusun içərisindəki 2x-in hamısını götürürük. Mənfi 1 üzərində n art sinus kök 2 bölü 2 plus pi n və n tam ədəddir. Bunu da qeyd etmək lazımdır. Burada x-in qarşısında 2 var. Hər tərəfi 2-yə böləcək. Ondan əvvəl gəlin arsinus kök 2 bölü 2-də nə alır onu yazaq. Arsinus bildiyimiz kimi sinusun tərsidir. Kök 2 bölü 2-ni pi bölü 4-də alır. Üstəcə pi. Və hər tərəfdə 2-yə bölünüm, çünki mənə sırf x lazımdır. Pi bölü 4-ü 2-yə bölsək pi bölü 8, pi n-i 2-yə bölsək pi n bölü 2 və n tam ədəddir. İfadənin qiyməti oldu bu. X-i tapdıq. Əgər siz də bu tip sualları asanlıqla həll etmək istəyirsinizsə, dərs evinə gəlin və dərs evinin tələbəsi olun.